iştirakçıları, zəhmət olmasa ayağa qalxın. Bütün ömrünü xalqına həsr edən, xoşbəxtliyi naminə bütün səylərini əsirgəməyən ümumili lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canla başla vuruşub, həlak olan şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Azərbaycan Respublikasının dövlət kimi səslənir. Təbəssüm, biz zəfərin bayramını qeyd edirik məhz bugün. Qürur dolu baxışlar var, sevinç var, səylənib, qanadlanır arzular. Başlayırıq bu tədbirə, beləcə ümidvarıq olar ürəyinizdə. Elim, ovam, yurdum, yuvam bəxtiyar, qalibiyyət mənşəlidir bu diyar. Qarabağın qara bəxtə gün doğdu, bütövləşdi tükənənmiş parçalar. Biz fəxrlə, biz qürurla anırıq, şəhidləri əbədi sağ sanırıq. Bax bu günü onlar bizə bəxş edib, şənlənmək üçün, əylənmək üçün halallığını alırıq.
olan əsgərləri. Bu torpağa candan keçən oğullar var. Unutmarıq bir an belə şəhidləri. Şəhidlərin şücaətin cahan duyar. Bütün dünya cəsarətlə, məharətlə heyran olar. Zəfər ancaq onda mümkün ola bilər. Xalq dövlətə, dövlət xalqa arxalanar. Vətən, millət təşrifkeşi olan ərlər, candan keçən min can olan şəhidlər, haqqınızı ödəməyə zaman yetməz. Şəhidlər ölməzdir, vətən bölünməz. Siz ki bu milletin şeref adısınız. Siz ki bu milletin xilaskarısınız. Unutma olar mı sizi şehitler? Bu dünya durdukça duracaksınız. Ürək çırpındıkça var olacaksınız. Biz nefes aldıkça yaşayacaksınız. Unutma olar mı sizi şehitler? Ne çok şiir söylesek az olacak. Hele çok mahnılar, dastanlar yazılacak. Azerbaycan əskeri, hərbiçilər her zaman demir yumruk olacak, demir yumruk olacak. Təşəkkür borcum var, bilirəm sənə. Vətən keşiyində mərd dayanmısan. Rahat evimizdə yuxu görəndə, ayıq gözlərinlə oyaq qalmısan. Qardaşım, əlinə, qoluna qüvvət. Səninlə fəxr edir bu xalq və millət. Nə gözəl yaraşır qalibiyyət. Alnının tərilə sən qazanmısan. Analar, bacılar duasındasan. Əsil ər oğullar sırasındasan. Tarixin silinməz varağındasan. Tarix yaza yaza tarix olursan. Üç renkli bayrağın alı qanımız. Vətənə qurban əziz canımız. Cənab hərbiçimiz, bil ki hamımız əzbərə bilirik nə iz qoymusan. Ağaran saçlarıma baxıb da ağlamayın. Töküb də göz yaşını sinələr dağlamayın. Mən bir oğul vermişəm bu torpağın uğruna. Özüm qurban olduğum qurban gedib yurduma. Özüm şəhid anası, yaran dərindən dərin. Bağrı yarılsın Allah, kaş bütün düşmənlərin. Yanan ocağımızı söndürüb köz etdilər. Şükür mərd oğullara dərslərini verdilər. Mən bu gün ağlamıram, dik dayanıbdır başım. Qürur, fərəh rəmsidir gözümdən axan yaşım. Ölən son ana qədər, nəfəs candan çıxınca, dəmir yumruq hazırdır, əmr elə Azərbaycan. Mən bu gün ağlamıram, lap gözlərim dolsa da. Məğrur bir ana kimi, mən bugün dayanmışam. Əmr elə Azərbaycan. Mən şəhid anası tək, haqqım çatır deyirəm, icazə də verirəm. Bayramınız mübarək, bayramınız mübarək.
məni yaman yerdə necə lazım haqladı. Bir nəfər fərari də tapılmadı cəbhədə, dünya danışır bizdən min təəccüblə hələ də. Mərd, cəsur oğullarla meydanları suladı. Alınmamış bir qarış, torpaq belə qoymadı. Ölümə meydan biçdik, qisas hissi güclüydü. Son ana dək savaşdıq, ölümlərə doymadı. Şuşa azad ve rahat. Qarabağ bütöv tamamdır. Bütün dünya şahittir. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Bilirik tüm dünya. Ne sual ne de virgül. Nida, nida ve nida. Yerini itiren oğul, əhsən, min alqış sənə. Görəsən hansı dərib bəs edər bu hünərini, uğurunu vəsf etməyə. Ata Heydər babanın ruhu necə şad baxır. Bu zəfərin, bu sevincin sədası göyə qalxır. Yerdə qalmayan bəllər, elə bu cür atadan, bu cür oğla yaraşır, bu cür oğla yaraşır. Dedim ki, sizle birlikte gidelim Şuşa. Geleceğiz. Tabii ki geleceğiz. Şuşa, Azerbaycan'ın gözüdür. Her bir Azerbaycanlı için iftihar bir noktasıdır. Bizim medeniyetimizin, tarihimizin ramzidir. Daha mı sinirlidir? Buna başka yok. Nasıl Allah'ın adına? Hiç vaktisiz yapabilir mi? Ağrı'dan için güzel bir şehir, Füzuli, Cebrail, Zenginan, Uvaklı, Kerbece'nin o bulakları, Kerbece'nin o istisusu, biz onlarsız yaşayabilmeyiz. Hesabı edebiliriz. Onun ruh karşısında baş eğdik. Yerini, yerini, Şuşanı azad et. Bu büyük elemedir. Ve şehirlerimizin, ulu önderin ruhu şahslı budur. Gözün aydın olsun Azerbaycan. Gözün aydın olsun dünya Azerbaycanları.
bizim. Vətən sənsən, vətən mən, vətən hamımız bizim. Vətən candan əzizdir, suyu şəffaf təmizdir. Havası olan min cənnət, vətən ana deməkdir. Allah vətəndən ayrı bir gün belə keçməsin. Kimsə qürbət diyarda vətən dərdi çəkməsin. Azərbaycan evimiz, Azərbaycan elimiz, qurbanıq sənə vətən, hərəmiz, hər birimiz. Vətən müqəddəsdir, torpaq müqəddəs, gərəkdir qədrini çox bilə hər kəs. Hər şeydən pay olan vətəndən asla, onun tək qarışı verilə bilməz. Əzizinəm Qarabağ, birdən sağa, sola bax, vətən səni indir daha, dalğalansın al bayraq. Bilirsən olur, gözümün ağı qarası bura, bu gün universitetdən Xan kəndindən gəlib, tərtdə bıraxdılar uşaqları. O da deyib bu fürsət, gedim nənəmə baş çəkim. Hə, bilirəm, Cahan Zeynəb xala Tahirə bir də gələcək. Gözün aydın, aman xala. Aydınlıq üçün olasılar qonşuları. Biz bu günləri şəhidlərimizə qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Amin. Hoş gəlmişsən, ay oğlum. Sağ ol nənə. Sən də hoş gəlmişsən, ay oğlum. Sənin boyuna nənən qurban olsun. Belə gəlişdə qurbandan kəsim, ay oğlum. Nənəsini göz istəsin. Elə demə ay nənə, Allah sənə uzun ömürlər versin. Bəs bu kimdir, ay oğlum? Bu tələbə yoldaşım Orxandır. Özümlə qonaq gətirmişəm. Qonaqlar da ay bala, bura onun öz evi. Buyur, keçin, sən anlatın, var başa. Keçin, keçin. İndi Murat, sən mənə bir də görüm. Qarabağ necədir? Cənnət Qarabağı necə qiymətləndirirsən? Nənə, onu dillə başa salmaq mümkün deyil. Gərək onu yaşayasan, biləsən. Nənə, mən Qarabağ qayıdışı bu cür dəyərləndirirəm. Bakı gözəldir, istidir, səmimidir, amma qardaş ocağıdır. Qardaşın bacının yurdu ocaqdır. Sənə də doğma ev sayılacaqdır. Amma əvvəl axır dar olacaqdır. İsti evin üçün darıxacaqsan. Nə gözəl hissimiş evinə getmək, hər yanı öz evin bilib hiss etmək. O qara bulutlar bir də enməsin, hicranı yerləri bir də əsməsin. Amin bala, amin. Bəs bu gətirdiyin torba nədir? Nənə, Qarabağlı dostlarımın valideynlər dənişmən Bakıya gəlirəm. Hərəsi bir soğuqaz pay ayırdılar. Çox. Çok sağ olsunlar. Paylar çok olsun, ay oğlum. Orxan, bax, darıxıb eləmə ha. Nənə, eşidirsən Orxanın necə də səsi var? Hə, nə gözəl. Oxusun bir yere yol da. Dumanı dağların başında durdum.
Dumandan özümə bir xeymə qurdum. Dumanlı dağların başında durdum. Dumandan özümə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Geçti xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün lalə zərvətən yaxşıdır. Şair sormaz nədən vətən yaxşıdır. Adı Gəncə könül dastana döndü, dastana döndü. Şair sormaz nədən vətən yaxşıdır. Adı Gəncə könül dastana döndü, dastana döndü. öz ürək sözlərini demək üçün dəyərli direktorumuz Elnara xanım Zeynalovanı səhnəyə dəvət edirik. Çox sağ ol, təşəkkür edirəm oğlum söz verdiyinə görə, diqqətinə görə. Lakin mən səhnəyə biraz tez çıxım deyəsən. Yox, elə bax. Lakin uşaqlar o qədər ürəklə oxudular ki, bütün demək olar ki, Azərbaycanlıların və Azərbaycan xalqının
sevdiği bir musiqidir, nəğmədir, mənim xalqım musiqisi. Doğrudan da mən də çox sevirəm. Uşaqlar da o qədər ürəklə oxudular ki, mən dayana bilmədim, gəldim səhnəyə və sizinlə ifa etməyi özümə borc bildim. Əziz balalar, əziz şagirdlərimiz, dəyərli valideynlərimiz, dəyərli müəllimlərimiz, İlk öncə çıxışıma başlamamışdan əvvəl sizin hamınızı Zəfər Bayramı münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək. Birimiz yazıcı, şairə, publisist, musiqiçi, bütün titullar ona yaraşır. Leyla xanım Vahid qızının senarisi, coğrafiya müəllimləri, coğrafiya kafedrasının müdürü Qızılı Həsənova və coğrafiya müəllimimiz Mehriban xanım Sadıqovanın təşkilatı ilə, rəhbərliyi ilə təşkil olunmuşdur. Bugünkü tədbirimizdə 9C, 8B, 8D və 9D, 7D, ümumiyyətlə 7A, 8A və s. və ilahı məktəbimizin şagirdləri iştirak edirlər. Əziz valideynlər, hörmətli müəllimlərimiz, gördünüz də onlar necə ürəklə çıxış elədilər. Qələbə sevinci onların gözlərində, ürəklərində parlayırdı ki, onlar dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsun hər biri. Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı şəhər üzrə Təhsil İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, İctimai Şuranın, Milli Məclisin, millət vəkillərinin, deputatların, məktəb rəhbərlərinin, çox saylı qonaqların gözü qarşısında Leyla Vahid qızının Xocalı Gülü tamaşası bu səhnəyə qoyuldu. Həmin səhnədə Xocalı Gülü əvvəlcə qara rəngdə idi. O zaman da biz bütün tədbirlərimizdə belə bir fikir söyləyirdik həmişə sonunda. Əziz müəllimlər, əziz şagirdlər, əziz valideynlər, o gün olsun ki, bu tamaşalarımız Şuşada qoyulsun, Xocalıda qoyulsun, Kəlbəcərdə qoyulsun, Füzulidə qoyulsun və s. və illahir. O zaman arzularımız idi. Lakin o tamaşanın sonu gəlirdi nəyə? Bir nəfər şagirdlərimizdən biri rolu, mənə elə gəlir ki, Leyla xanım buradadır. Televiziya diktoru idi. Qəfil çıxır, həmin qara olan gül əlində qırmızı rəngdə və deyir: Ura, artıq 2020-ci ildir, Xocalı bizimdir, Qarabağ Azərbaycanındır, qələbəni qazanmışıq, gözün aydın xalqım, gözün aydın vətənim. Bir ağızdan hamı, bu zalda hər kəs böyüdən kiçiyə ayağa qalxdı, alqışladı və amin dedi. 2019-cu ilin, daha doğrusu 2020-ci il idi. 2020-nin üzr istəyirəm. 2020-ci ilin fevral ayının 24-ü idi. Hətta üzr istəyirəm, o tamaşa elə idi ki, hərbiçilərdən də əyləşən Bəli. ki, tarixi səhv salıblar. Necə 29-cu il dönümündə? Mən bir il sonranı yazmışdım tamaşada. Bir il sonra qoymuşdu tarixə. Orada qırmızı libasda elə bir ki, aparıcı çıxışır, yəni nənə alıb əsəbləşir ki, biz burada dərs keçirik, niyə aparıcı qırmızı geyinir? O səbəbini açıqlayır ki, dünən axşam saatlarında bəs milli ordumuz qələbə qazandı, artıq Qarabağ Azərbaycanındır və s. və illahir. Çox məsafə keçmədi. Hələ ümidlə yaşayırdıq. Hələ Qarabağ azad olunmamışdı. Qarabağın bir qarış torpağı da bizdə deyildi. Gəldi 2020-ci il sentyabr ayının 27-sinə Ali Başkomanda, Müzəffər Ali Başkomandamız xalqa müraciət elədi. Bəs dəmir yumruq o zaman yarandı, o zaman alındı. Əli silah tuta bilən, silah tuta bilməyən, balacadan böyüyə, yaşlılar, cavanlar, uşaqlar, böyüklər, hər kəs prezidentimizin arxasında dayandı. Dəmir şəhidlər itirdik. Düzdür. Lakin Ali Başkomandanın rəhbərliyi altında
müzəffər ordunun sayəsində şəhidlərimizin qanı canı bahasına Qarabağ azad oldu. Kim deyər, müharibə neçə gün çəkdi? Ay sağ olun. Bu tarixləri, müharibənin başladığı tarixi, o qısa bir 44 günü Qarabağ üçün heç zaman unutmamalıyıq. O rəqəmlər, o tarixi günlər bizim beynimizə həkk olunmalıdır. Deməli, fevral ayının 24-ündən bir ilin içində sentyabrın 27-sinə böyük bir məsafə olmadı. Artıq dekabra gəldiyi noyabr ayının 10-unda Qarabağ azad oldu. Bəs niyə kim şagirdlərdən bir nəfər əlini qaldırsın? Niyə biz bayramımızı noyabrın 8-i keçirdik? Buyur oğlum görüm. Bəli. Qardaş xalqda artıq o gün qeyd olunurdu. Bu nöqteyi nəzərdən noyabrın 8-i Ali Baş Komanda hər il Zəfər bayramını qeyd etməyi tövsiyə etdi. Və hər il biz noyabrın 8-i bu bayramı qeyd edirik. Ona görə bu bayram bizim üçün əlamətlər bayramıdır, gözəl bayramdır, özəl bayramdır. Şəhidlərimizi anırıq. Lakin hansı oğullar ki şəhid oldular, onlar anaların deyil, vətənə ana deyil, vətəni sevdilər. Biz də hər an onların anım günlərində, ad günlərində anmalıyıq. Onların bizə yadigarları olan övladları var, ata-anaları var, bacı qardaşları var. Onları əziz tutmalıyıq. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Yadınızdadırsa, tədbirlərdə deyirdik ki, bəzən ola bilər, zaman keçir, 29-30 ilə yaxın bir məsafə var idi. Bəlkə deyirdi, torpaqları siz gənclər azad edəcəksiniz. Çox sağ olsun, Müzəffər Ali Baş Komandanımız, atalarımız, oğullarımız, babalarımız bunu sizlərə qoymadılar. Onlar Qarabağı azad elədilər. Bugün artıq biz Qarabağla Azərbaycandayıq, gözəl Azərbaycanımızdayıq, günəşli Azərbaycanımızdayıq, tarix yazan sərkərdəsi olan bir Azərbaycandayıq, ulu öndəri olan bir Azərbaycandayıq, kökü olan bir Azərbaycandayıq, bayramları qeyd etməyi bacaran biz Azərbaycandayıq. Sizdən artıq dərəcədə xahiş edirəm, tələb edirəm, qarşınıza hədəf qoyun ki, tariximizi biləcəyik, oxuyacağıq, öyrənəcəyik, şəhidlərimizin qarşısında, prezidentimizin qarşısında heç zaman baş aşağı olmayacağıq. Söz veririk.